Çangan A05 ABS problemi həll olundu. Bu ABS-ə əyləc mayası daxil olmuşdu, öz platası əmələ gəlmirdi və bunu biz dəyişdik ABS-i. ABS dəyişiləndən sonra buna sürüşmə işarəsi silmək mümkün olmurdu və bir çox servislərdə təmirdə edəmək istədilər, heç bir nəticə olmadı və biz bunun üstündən prosesoru çıxardıb təzə ABS-ə qoydum və bununla da problem həll olundu. Düzdür, biraz uzun çəkdi. Müştərimiz də buradadır. Bəli, Allah kömək olsun Nicat ustalar. Yəni həqiqətən də, yəni Bakıda o mənəm deyən servislər, ustalar, yəni gəzdirmədiyim yer yoxdur. Yəni bunu çox qruplar da bilir. Yəni Çangan A05 sürən qruplar bilirlər ki, yəni məndə bu problem düzəlmirdi. Həqiqətən çarəsi yox idi. Yəni Allah kömək olsun Nicat ustalar. Yəni düzəldi. Bu günləri ilə beyin dəyişdi, yəni mikrosxemi dəyişdi. Maşın düzəldi ABS-i şükür. Qardaşım bir dənə saatı da göstər, gör necədir saat. Saat da 02:36, 3-ə qalır. 3-ə qalır və biz bunu bir 4 saatda yəni məşğuluq bundan. Allah kömək olsun. Çox sağ ol, qulluğunuzda. Sağ olun.